İlham Əliyevin Serbiya Respublikasına rəsmi səfəri iki ölkə arasında strateji tərəfdaşlığın inkişafında mühüm mərhələ kimi qiymətləndirilir. Səfər çərçivəsində keçirilən görüşlər, Strateji Tərəfdaşlıq Şurasının ilk iclası, eləcə də mətbuata verilən bəyanatlar Azərbaycan-Serbiya münasibətlərinin müxtəlif istiqamətlər üzrə ardıcıl şəkildə genişləndiyini bir daha nümayiş etdirib. Rəsmi görüşlər zamanı tərəflər yüksək səviyyəli siyasi dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb, qarşılıqlı etimada əsaslanan əməkdaşlığın yeni məzmunla zənginləşdirilməsi barədə fikir mübadiləsi aparıblar. Müzakirələrin əsas mövzularını iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı investisiyaların təşviqi, ticarət dövriyyəsinin artırılması və biznes mühitinin inkişafı təşkil edib. Enerji sektorunda əməkdaşlıq perspektivləri xüsusi diqqət mərkəzində olub. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi vurğulanıb, bu istiqamətdə Serbiya ilə tərəfdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib. Səfər çərçivəsində Azərbaycan Respublikası hökuməti ilə Serbiya Respublikası hökuməti arasında Serbiya Respublikasında qaz turbinli elektrik stansiyasının layihələndirilməsi, tikintisi və istismarı haqqında sazişli imzalanıb. Ekspertlərin fikrincə, qaz turbinli elektrik stansiyasının layihələndirilməsi, tikintisi və istismarı ilə bağlı imzalanan sənəd iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilə bilər. Bu sənəd təkcə enerji sahəsində texniki əməkdaşlıq aktı deyil, həm də dəyişən regional enerji xəritəsində tərəflərin strateji maraqlarını əks etdirən mühüm siyasi və iqtisadi addımdır. Xüsusilə Serbiyada elektrik enerjisinə artan tələbat fonunda bu təşəbbüs ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə xidmət edir və Azərbaycanın Balkanlarda rolunu əhəmiyyətli dərəcədə genişləndirir. Stansiyanın tikintisinin Azərbaycan investisiyası hesabına həyata keçiriləcəyi bildirilir. Onun təbii qazla təminatında da Azərbaycanın əsas rol oynayacağı gözlənilir. Azərbaycanın dövlət və özəl sektor qurumları iri enerji obyektlərinin tikintisi və istismarı sahəsində geniş bilik və texnologiya bazasına malikdir. Bu təcrübənin Serbiyada tətbiqi Balkan regionunda yeni əməkdaşlıq modelinin formalaşmasına şərait yaradır. Belqradda Azərbaycan Respublikası ilə Serbiya Respublikası arasında Strateji Tərəfdaşlıq Şurasının birinci iclasında çıxış edən Prezident İlham Əliyev bildirib ki, bu addım enerji sahəsində əməkdaşlığın şaxələndirilməsinin mühüm göstəricisidir. Biz qaz əməkdaşlığı ilə başladıq və indi növbəti mərhələyə keçirik. Bu qazdan hər iki tərəf üçün maksimum səmərəliliklə istifadə edərək onu son məhsula, elektrik enerjisinə çevirmək. Bu, Azərbaycanın son illərdə Avropaya ən böyük investisiyalarından biri olacaq. Bu, eyni zamanda qarşılıqlı etimadın yüksək səviyyəsini nümayiş etdirir. Çünki siz yalnız etibar etdiyiniz ölkəyə və yaxşı münasibətlər qurduğunuz tərəfdaşlara investisiya yatırırsınız. Dövlət başçısı Serbiyalı həmkarı Aleksandar Vučić ilə birgə mətbuata bəyanatında iki ölkə arasında enerji münasibətlərinin artıq çoxtərəfli formatda inkişaf etdiyini diqqətə çatdırıb. Öz növbəsində, Prezident Aleksandar Vučić Serbiyada elektrik enerjisinə böyük tələbatın olduğunu vurğulayıb. Elektrik enerjisi dövrü başlayır və bizə çoxsaylı enerji mənbələri lazımdır. Daha çox elektrik enerjisi istehsal etməliyik. Azərbaycan isə elektrik enerjisini giqavatlarla ölçülən həcmdə təmin edə biləcək potensiala malikdir.